Xoş gördük əziz dinləyicilər. Deməli, Amerikanın İranın nüvə reaktorlarına endirdiyi zərbədən sonra, istər Fordo, istər İsfahandakı, istər Natanzdakı vurduğu zərbədən sonra artıq məsələ bəlli idi və müharibə öz hədəfinə çatmışdır. Biz bu barədə sizə məlumat verdik əlbəttə ki. Bu günləri də demək ki, Amerikadan icazə almaqla bunu Tramp bildirdi ki, İrana təşəkkürünü bildirdi ki, bizdən icazə aldıqdan sonra nəhayət Qətərə və Bəhreyndə olan ərazilərə 1-2 zərbə endirdi. Bu da əlbəttə ki, İranın simasını qorumaqdan ötürü. Xatırlayırsınızsa Qasım Süleymanın ölümündən sonra da Tramp bunu etiraf eləmişdi ki, İran bizə icazə aldı və bildirdi ki, biz sizin İraqda olan bazalarınıza zərbə endirəcəyik. Bu günləri də eyni hadisə baş verdi. Məsələ ondan ibarətdir ki, bu gün yenidən İranın İsrailə zərbə endirdiyini, İsrailin isə İrana zərbə endirdiyi barəsində məlumatlar aldıq. Nəyin bahasına olursa olsun, məsələ bitib. Çünki müharibə öz məntiqi nəticəsinə çatıb. İranın generalları məhv edilib, İranın ballistik raketləri məhv edilib və İranın nüvə reaktorları zərbə alıb. Çünki müharibə zaten bunları məhv etmək üçün başlanmış bir hadisə idi. Amma bundan sonra nə baş verəcək? Əlbəttə, hər kəs bunu bu cür proqnoz edirdi ki, məsələ tez bir zamanda bitəcək. Elə də oldu. Amma bundan sonra hakimiyyəti, bir növ İran hakimiyyətini İran xalqının əlinə verdilər. Atdılar onun qucağına. Xatırlayırsa Qəddafini də eynən öz millətinin əlinə qucağına atdılar və Qəddafini öz milləti öldürdü. Unutmayaq, 2024-cü ildən bəri İranda sosial vəziyyət partlayış xəttidir, ictimai vəziyyət, orada yaşayan millətlərin vəziyyəti ağır vəziyyətdədir. Bu günləri öz nüvə reaktorlarını itirən, öz ballistik raketlərini itirən, öz iqtisadi mərkəzlərini 12 gün ərzində məhv etmiş İranın əlbəttə ki, sosial vəziyyəti daha da ağır olacaq və belə hökuməti idarə etmək, belə dövləti idarə etmək çox ağır nəticələrlə nəticələnəcək. Mən düşünürəm ki, İranda bundan sonra, müharibə bitdikdən sonra sosial vəziyyət fəlakət həddinə çatacaq. Zaten 2025-ci il girəndən istər enerji məsələlərində, istər digər məsələlərdə xalqın etirazları yüksək səviyyədədir. İstənilən dövlətlərdə müharibə olduqda xalqlar təmərküzləşir, birləşirlər. Amma bu günləri müharibə bitdikdən sonra, bu təmərküzləşmə bitdikdən sonra artıq xalq, yəni İran xalqı nə qədər daha ağır vəziyyətdə yaşadığının, daha ağır məhrumiyyətlərlə üz-üzə gəldiyinin fərqinə varacaq və bu günləri demək olar ki, İran hakimiyyətinin geri sayımını da biz başlaya bilərik ki, İran hakimiyyəti üçün olduqca ağır günlər onu gözləyir. Ukrayna-Rusiya müharibəsi üçün də bu əlbəttə yaxşı bir nəticə idi. İranın, yəni dişləri çıxarıldı. Dişləri çıxarılmış bir canlı kimi atıldı öz xalqının qarşısına və o bu necə deyirlər, vəhşi təbiətdə necə yaşayacaq, nə qədər yaşaya biləcək, əlbəttə biz bunu yaşayıb görərik. Təşəkkür edirəm diqqətinizə görə.